Mənimlə bir gün saat 07:35-də evdən çıxıb işə gedirəm. Hər səhər demək olar ki, bu saatlarda evdən çıxıram. Servisdən işə gedirəm. Bu da mənim üçün balaca bir səhər yeməyidir. Botbazardan aldım. Artıq ofisə çatmışam. Biraz sizə ofisin mənzərəsini göstərmək istəyirəm. Həmçinin burada çox estetik olan bəzi nüanslar da var. Səhər günəş işığında daha da çox mənim xoşuma gəlir. Çox bəyənirəm ofisin bu mənzərəsini. Günəş işığında biraz da özümü çəkdim və demək olar ki, işə başladım. Masamda nəm salfetka yazılan bir nəm salfetka gördüm. Həyatımda ilk dəfədir. Yemək saatımız gəldi. Yaxşı ki, ən sevdiyim saatlardan biridir. Biraz fasilə edirəm yemək saatından sonra. Artıq işin bitməyinə çox az qalıb. Birazdan isə çox faydalı bir məlumat vermiş olacağam. İşdən çıxıram və ən yaxın coffee shoplardan birinə, daha doğrusu burada belə hamısı bizim yanımızda var, işin yanında. Second Cup-a gedirəm. Daimi getdiyim yerlərdən biridir. Burada öz şəxsi notebookumla bərabər bəzi işlərimi həll edəcəyəm hal-hazırda. Sifarişlərim oldu. Second Cup-dan banana krep və İtalyan soda sifariş verdim. Biraz da boğazımı yaşlayandan sonra artıq başlarım işlərimi görməyə. Bildiyiniz kimi 2026-cı ildə FIFA Dünya Kuboku keçiriləcək. ABŞ, Meksika və Kanadanı əhatə edəcək. Toplam 16 şəhərdə keçiriləcək və bu böyük tədbir üçün, böyük idman tədbiri üçün artıq könüllü qeydiyyatı aktivdir. Mən də burada könüllü qeydiyyatından keçməyə çalışıram. Şəhərlərini istədiyinizi seçə bilirsiniz. Mən Miami'ni seçdim. Bundan əlavə məşhur şəhərlərdən Toronto, Los Angeles, New York kimi şəhərlərdə mövcuddur. Əgər bununla bağlı siz daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, mənə yaza bilərsiniz təbii ki. Qeydiyyat təxmini 30 dəqiqədən çox vaxt aparır, məlumatınız olsun. Artıq burada hava qaralmışdı, mən çantamı yığdım və evə getməyə qərarına gəldim. Hava qaralanda Bakı məncə bir başqa gözəl olur. Mən də şəhərin bu gözəlliyinə yer vermək istədim vlogda. Ümumiyyətlə videomu bəyəndinizsə, davamının gəlməsini istəyirsinizsə, mütləq mənə fikirlərinizi yazmağı unutmayın. Təşəkkürlər.